Şəhla xanım, Birləşmiş Ştatlar zaten qoşulmuşdu. Sadəcə olaraq bir məsələ var. Bir var ki, Amerikan hərbi bazalarından atəş açıla, oradan atəş açılmır hələ ki. Yəni ki, istəyir ərəb ölkələrində yerləşən hərbi bazalarına və yaxud da Aralıq dənizində yerləşmiş o gəmilərindən, yəni aviadaşıyıcı gəmilərindən bunlar yoxdur. Amma bu işin əvvəlindən, prosesindən deyək ki, birbaşa olmasa da dolayısı yolla faktiki olaraq Amerika Birləşmiş Ştatları qoşulubdur. Əvvələn bu 5 raund danışığı kim aparırdı? İsrailin adından Amerika Birləşmiş Ştatları aparırdı. Bu danışıqlardan sonra İsrailin hərəkətlənməsi, yəni ki, artıq Amerika Birləşmiş Ştatları dedi ki, Trump nə dedi? Mən xəbərim var bu işlərdən. Yəni, bu əməliyyatdan xəbərim var, bu işlərdən bilirdim. Yəni, yaxşı olar ki, danışıqlara gəlsinlər, bilirsinlər. 5 gündür bu senari gedir hər iki tərəfdən. Hər iki tərəf bir-birinə deyir ki, səhv eləyirsən və raket mübadiləsi ilə bir-birini dağıdırlar. Elə deyilmi? Təbii, burada İsrailinki daha belə fundamentaldır. Çünki yalnız orduya, qırıcı təyyarələrə əsaslanmır. Eyni zamanda xüsusi xidmət orqanı xüsusi olaraq belə bir unikal əməliyyatlar ilk gündən keçirdi. Bugün də keçirilir. Siz bilirsiniz ki, PUA-ların bəzi idarə etməsi yeri İranın ərazisindən olur. Yəni, İsrailin xüsusi xidmətində kəşfiyyat, yəni o şəbəkəsin əli ilə baş verir bütün bunlar. Bu o deməkdir ki, bu proses tezliklə qutarası deyil. Amma əgər Netanyahu... Yəni, Birləşmiş Ştatlar gözləyəcək ki, əgər yaxın şərqdəki bazalar hücum olarsa mı daxil olsun? Yox, burada belə bir məsələ var. Təkcə ola bilsin ki, İran elə səhv eləməyəcək ki, mən birbaşa, yəni ki, Amerika Birləşmiş Ştatlarının ərəb ölkələrində, ya vaxt ki, Aralıq dənizindəki obyektlərini vurmayacaqdır. Düzdür, əvvəllər bütün hədələri o istiqamətdə idi ki, vurarıq, vuracaq, amma indi onu eləməzlər. Amma bu demək deyil ki, Birləşmiş Ştatlar İsrail yıxılır, tamam devə məhv olmaq ərəfəsindədir. Buna reaksiya verməyəcək. Yox, bu Kanadadan geri qayıtması, o böyük yeddilərdən görüşünə geri qayıtmasıdır və tələsikdə bir tərəfi də ondan ibarətdir ki, və ardınca da o bəyanatı verməsi, indi də siz dediyiniz kimi Təhlükəsizlik Şurasının o situativ otaq deyirlər, orada yığışması, bütün bunlar hamısı göstərir ki, vəziyyət getdikcə ciddiləşir. Ciddiləşir o mənada ki, daha böyük zərbələr vuracaqlar. Bu daha böyük zərbələrin fonunda məhz Amerika Birləşmiş Ştatlarının o 5 raundda irəli sürdüyü o danışıqlar, o şərtləri yerinə yetiriləcəkmi? İran tərəfindən konkret olaraq bu məsələnin həll ediləcəyi bu 5 gün ərzində görsənməyib. Bu digər şəkildə bəyanatlar verilib. Xarici İşlər Naziri Araksi də deyib, Pezeşkiyan da müəyyən dərəcədə ki, bu nüvə silahı ilə əlaqədar olaraq danışıqlara otura bilərik. Amma heç bir o konkret demir ki, bəli, biz o əvvəldən nəzərdə tutulmuş, yəni ki, Amerika Birləşmiş Ştatlarının, yəni təbii ki, həm də İsrailin də o verdiyi şərtləri biz yerinə yetirəcəyik, yoxsa yox. Məsələni yenə də uzatmaq istəyirlər, uzatanda da İran təbii ki, hədəf olur. Yəni ki, bu günləri, siz deyirsiniz də, nüvə obyektləri. Ən əsası da ki, Fordo. Yəni, Fordo, tutaq ki, orada. Ona çatmaq məsələsi biraz sual altındadır. Necə ki, bu 5 gün ərzində məlum olur ki, heç bir nüvə sızıntısı şübhəlidir. Maqate deyir ki, bəzi yerdə Natansda sızıntı var, əsaslı sızıntı deyil amma bəziləri yox. Deməli, bu istiqamətdə Şəhla xanım, istədiklərini hələ nail olmayıblar. Yəni, deyək ki, nüvə obyektlərinə bəli, zərər yetiriblər, alimləri də sıradan çıxardıblar. Bundan sonra İranın bu istiqamətdə fəaliyyəti olduqca çətin olasıdır, yəni o strukturlar. Amma sona qədər bu məsələ həll olunmuyor, baxı. Həll olunmadığına görə davam eləyəcəkdir. Hədəfdə çünki təkcə nüvə obyektlərinin sıradan çıxarılması deyil, hədəfdə rejimin dəyişməsidir. Yəni, bunu ilk gündən, faktiki olaraq ikinci gündən Netanyahu birinci İran xalqına müraciətdə nə dedi? Dedi ki, mən sizin yanınızdayım. Rejimi dəyişin. Amma onu da bilmək lazımdır Şəhla xanım. Müharibə getdiyi dövrdə teokratik bir rejim, ideoloji bir rejimin quruluş olduğu məkanda birdən-birə elə rejim dəyişikliyi baş vermir. Əksinə konsolidasiya olur orada yeri gələndə. Düzdür, burada quru qoşun fəaliyyət göstərmir. Yalnız raket mübadiləsidir. Amma İranın xarakteri də elədir ki, birdən-birə kimsə çıxsın İranın əleyhinə bu saatları, narazı qüvvələr belə bu işi görsünlər, bu indi baş verməyəcək. Əksinə, müharibədən sonra daha çox mümkündür. Yəni, demirlər, müharibə 2 həftə çəkəcək, onun 5 günü gedib ki, bir 9 günü qalıb. O tez də qutara bilər 9 gündən əvvəl. Əgər bu 2 gündə Trump fikirləşdiyi kimi, faktiki olaraq birbaşa o lazım deyil ki, Amerika Birləşmiş Ştatları özü atsın. Həmən o siz dediyiniz kimi, onsuz da fevraldan göndərmişdi bəzi raket sistemlərini. İndi də Fordonu vurmaq üçün, o yalnız Amerika Birləşmiş Ştatlarındadır.